Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi teyyibin tahirin. La'nu daimu ala a'daihim ecmaîn minel an ila yevmiddin. Salam. Hoş gördük sizlerin değerli Zehra TV izleyicileri, möhtərəm mümin bacı kardeşlerim. Ötən verilişdə Peygamber aleyhisselam ve onun pak ehli beytinin hususunda nazil olan ayelerden biri Ahzab suresinin 33. ayesi, Tethir ayesini belə deyək, müzakirə etmeye başladıq. Bazı məqamlara toxunaraq ki, söhbət, bəhs açmaq qərarına gəldik. Belə ki, ayə-i kərimədə işlenen rics kelimesinin tərifi, mənaları haqqında, yəni o rics ki, o çirkinlik ki, Allah Teala Hazreti Peygamber Aleyhisselamın özündən və onun pak ehli beytindən ki, Allah uzaq edibdir və onları pakizə qərar veribdir. Və söylədik ki, rics hər növ, bütün növ, istər zahiri, istər batini, mənəvi, hər növ çirkinliklərə rics kelimesi şamil olur və bu da mütləq mənada bütün növ çirkinlikləri Allah Teala Ali Muhammed'dən uzaq edibdir. Və bəhsin o yerindəyik ki, Əhl-əl beyt deyəndə Peyğəmbərin əhli beyti, əhli beyt deyəndə o ki, müxtəlif kitablarda, müxtəlif müfəssirlər, təfsirçilər, yəni Hazreti Peygamber Aleyhisselamın əshabı, səhabəsi haqqında, ya zövcələri haqqında, ya məxsusi bir ev haqqında, əgər bir evdirsə, o hansı evdir? O haqdakı geniş bəhslər açıblar, ki, söylentilər var, ki, yazılar dərc olunubdur, kitablar tədvin olunubdur və dedi ki, amma bizlər gərək nəzər edək, öz əqli dəlillərimizi kənara qoyaraq, bütün məzhəblərin, yəni hamının qəbul elədiyi mütəvatir hədislərə əsasən Həzrət Peyğəmbər Aleyhisselamın özü bu haqda nə deyibdir və əhl-i beyt deyəndə kimlərin iradə olunduğunu bəyan edib Peyğəmbər Aleyhisselam. Allah hansı ev əhlindən o hər növ çirkinlikləri uzaq edib, görək Peyğəmbər sallallahu aleyhi və aleyh özü bu xüsusda nə buyurubdur? Ümmü Sələmədən olan, yetişən Həzrət Peyğəmbər Aleyhisselamın zövcələrindən olan ki, Ümmü Sələmə, xanım Ümmü Sələmədən olan ki, bu xüsusda neçə hədis var. O cümlədən Həzrət Peyğəmbər Aleyhisselamın digər zövcələrindən Ayşədən olan hədislər ki var. Bu ayə nazil olanda Ümmü Sələmə deyir, Həzrət Peyğəmbər Aleyhisselam Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırdı. Bir kisah, yəni bir əbası var idi, Yəmən əbası. Bunları cəm elədi. Fəədxələhum Rasulullah sallallahu aleyhi və aleyh təhtəl kisa. Peyğəmbər aleyhisselam bunları həmən əbanın arasına yığdı. Fi beyti Ümmü Sələmə, Ümmü Sələmənin evində. Sümmə qalə sallallahu aleyhi və aleyh. Bunları həmin əbanın altına cəm eləyəndən sonra Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh belə buyurdu. Allahümmə innə li kulli nəbiyyin əhlən və siqlən. Pərverdigarı, hər bir Peyğəmbərin əmanəti var, əhli var. Və havulai əhl-i beyti və bunlar mənim əhl-i beytimdir, mənim əmanətimdir. Allah çirkinlikləri bunlardan uzaq et, bunları pakizə qərar ver. Fəəzhib anhumur ric və təhhirhum tethira. Ümmü Sələmə
Dedim, ya Resulallah, ələstum min əhli beytik. Mən sənin zövcənəm. Mən sənin əhli beytindən deyiləmmi? Həzrət buyurdu, innəki əla xeyrin. Ey Ümmü Sələmə, sən xeyr üzərindəsən. Xeyirlisən. Xeyrin üzərindəsən. Və lakin haulai əhli və sigri. Lakin bunlardır mənim əhlim və mənim əmanətim bunlardır. Və eyni zamanda ki, məsum imamlarımızdan yetişən hədislərə baxanda İmam Rıza Aleyhisselatü Vesselam Əbbasi xəlifəsi Mə'mumun məclisində huzurunda olanda bu hədis Rəyyan ibn Səlt nəql edir. Mə'mumun məclisi idi və bir çox alimlər vardı. Həzrət İmam Rıza Aleyhisselatü Vesselam da oradaydı. Onlar İmam Rıza Aleyhisselamla sual-cavab edirdilər. Və varislik barəsində Peyğəmbərin vərəsəsi kimlərdir? Hər kəsin vərəsəsi olar. Həzrət Peyğəmbər Aleyhisselama gəlib yetişəndə onun vərəsəsinin kimlər olduğunu sual olunanda Həzrət buyurdu ki, əl-vərasətu lil-itrəti tahirə. Cavabı bu oldu İmam Rıza Aleyhisselamın ki, vərasət, vərəsəlik, Peyğəmbərin vərəsəliyi onun pak nəslinə aiddir. La li qeyrihim, daha başqalarına yox. Səhabə və sairləri ətrafında olan digər insanlara aid deyil. Mə'mum özü dilləndi, dedi. Mənil itrətut tahirə. Pak nəsil deyəndə kimləri nəzərdə tutursunuz? Yəni onun zövcələri var və sair. Kimləri nəzərdə tutursunuz? Həzrət İmam Rıza Aleyhisselatü Vesselam buyurdu ki, pak nəsil deyəndə ki, Peyğəmbərin vərəsəsi olardır, varisləri olardır, vərasət onlara məxsusdur. O kəsləri nəzərdə tuturam ki, əllədinə vəsəfəhumullahu Teala fi kitabı. Allah öz kitabında, Quranda Allah onları vəsf eləyib və onların barəsində Əhzab surəsinin Təthir ayəsini nazil edib. Buyurub ki, ey Peyğəmbərin əhli beyti, Allah bütün çirkinlikləri sizdən uzaq edib və sizləri pakizə qərar verib. Həmən müzakirə elədiyimiz, üzr istəyirəm, yəni zikr elədiyimiz bu ayə-i şərifəni İmam Rıza Aleyhisselatü Vesselam buyurdu. Və İmam Aleyhisselam belə devam elədi ki, və humullezine qala Resulullah sallallahu aleyhi və aleyhi. Həmin o pak nəsil onlardır ki, o ayə nazil olub onların barəsində və Peyğəmbər Aleyhisselam buyurubdur onların barəsində. İnni muxallifun fikumus səqələyn. Mən iki ağır əmanəti sizin içərinizdə qoyub gedirəm. Kitab-əllah və itrəti, biri Allahın kitabı və biri də mənim pak itrətim ki, əhl-i beytim. Onlar heç zaman biri digərindən ayrı düşməzlər. Fənzuru keyfə təxlu, baxın görün onlarla necə rəftar edirsiniz bu iki əmanətlə. Ey insanlar, Peyğəmbər Aleyhisselam o pak itrətini, əhl-i beytini tapşıranda budur. Ey insanlar, onlara bir şey öyrətməyə çalışmayın. Onların sizin elminizə ehtiyacı yoxdur. فَاِنَّهُمْ أَعْلَمُ مِنْكُمْ. Onlar sizin hər birinizdən ələmdilər, alimdilər. Və eyni zamanda, dəyərli bacı qardaşlarım, əhl-i sünnə kitablarından ki, yəni səhih kitablarından ki, yetişən hədislərə nəzər etdikcə, yəni əhl-i beyt deyəndə, Təthir ayəsində əhl-i beytdən məqsəd kimlərdir? Görək, əhl-i sünnənin möhtəbər kitablarında bu barədə hansı hədislərə rast gəlmək olur? Amir ibn Vasilə deyir, o günkü Şura günü. Şura günü həmən gündür ki, ikinci xəlifə ki, yaralanmışdı, can üstə idi. 6 nəfəri təyin eləmişdi ki, bir evdə cəm olsunlar, 6 səhabə və içərilərindən ki, o şura məşvərətlə ki, bir xəlifə seçilib təyin olunsun ki, və həmən şurada da bildiyiniz kimi tarixdə Osman ibn Əffan ki, xəlifə oldu
Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalamın ki, bir neçə kəlmə sözləri oldu. Bizim məqsədimiz şura məsələsini, o əhvalatı burada müzakirə eləmək deyil. Sözü gedən təthir ayəsi ki, səhabənin özü də yaxşı bilirdi ki, həmən ayədə o Əhləl Beyt deyəndə məqsəd kimdir? Peyğəmbər əleyhissalam kimləri nəzərdə tutub? Allah o ayəni hansı evin barəsində nazil edibdir? Səhabənin özü o ayəni yaxşı bilirdi. Belə ki, həmin məclisdə, o şurada bəli ki, Amir ibn Vasilə deyir ki, mən eşitdim Əli ibn Əbi Talibi, Həzrət Əli əleyhissalam və belə dedi. İstəxləfən nası Əbu Bəkr, ey şura əhli. Peyğəmbər əleyhissalamdan sonra insanlar Əbu Bəkri xəlifə seçdilər, onu xəlifə tanıdılar. Ənə vəllahi əhəqqü bil əmr və əvla bihi minhu. And olsun Allaha, bu işə mən daha layiqdir, mənim haqqımdır. Bəstəxləfə Əbu Bəkr Ömər. Əbu Bəkr vəfat eləyənə yaxın ki, xəstə idi. Ömər ibn Xəttabi xəlifə qərar verdi. Ənə vəllahi əhəqqü bil əmr və əvla bihi minhu. And olsun Allaha, mən ondan da, bəli ki, mən bu işə, bu xilafətə daha layiqliydim və mənim haqqım idi. Ta gəlib bu yerə yetişdi ki, İlla ənnə Ömər cəələni mə xəmsəti, ki, məni Ömər ibn Xəttab bu 5 nəfərlə, 5 digər səhabə ilə məni qərar verdi ki, bəli ki, bu 6 kişi arasından gərək xəlifə seçilsin. Bu 6 nəfərin arasında and olsun, mənim elə üstünlüklərim var ki, o 5 nəfərə nisbət, elə üstünlüklərim var ki, əgər mən o dəlilləri söyləsəm, desəm, nə ərəb, nə əcəm, onların istəyir iman gətirəni olsun, iman gətirməyəni olsun belə. Hamı yığışıb gəlsələr, heç kəs mənim sözümün qarşısında bir söz deyə bilməzlər. Bu dəlillərimin qarşısında heyrətdə qalıb donarlar ki, qəbul etməkdən başqa çarələri olmaz. Deyir, bəli ki, Amir ibn Vasilədir ki, gördüm, Əli ibn Əbi Talib danışır və gətirdiyi dəlillərdən biri də həmən bu ayə idi ki, Qur'an-ı Kərimin Əhzab surəsinin təthir ayəsini götürüb gəldi. Dedi ki, sizi and verirəm Allaha. Deyin, həl fikum əhədun ənzəlallahu fihi ayətət təthir. Sizin aranızda elə bir adam var ki, təthir ayəsini Allah Peyğəmbərə sallallahu aleyhi və aleyhi onun barəsində nazil etsin ki, İnnəmā yuridullahu liyusibə ankumur ritsə əhləl beyt. Bu ayə mən, Fatimə, Həsən və Hüseyin, Allahın səlamı olsun onlara. Bir nəfər deyə bilər ki, bu ayə bizə də aiddir, bizə də şamildir. Sustular və dedilər ki, sonra dedilər ki, xeyr, o ayə sənin beytin haqqında, sənin barəndə, Peyğəmbərin əhli beyti deyəndə həmən ayə ki, sizsiz. Bəli, Əmirul Müminin Həzrəti Əli əleyhissalam buyurdu, fəəxəzə Resulullah sallallahu aleyhi və aleyhi kisaən, Peyğəmbər əleyhissalam bir xeybəri kisarı götürdü, yəni bir əbanı götürdü. Fəzəmməni fihi, məni ağuşuna aldı, məni o əbanın içinə saldı və Fatimə səlamullah aleyhanı, Həsən və Hüseyin, Allahın səlamı olsun pak əhli beytə. Və sonra Peyğəmbər əleyhissalam belə dua elədi, ya Rabbi innə havulai əhlü beyti fəəzhib ənhumur ric və təhhiruhum təthira. Bu ayə, sizi and verirəm Allaha, bu ayə və Peyğəmbər əleyhissalam bu ayədən sonraki dua etməsi. Sizlər deyə bilərsiniz, kiminsə barəsində olubmu? Dedilər, xeyr, bu ayə sənin və söylədiklərin barəsində nazil olubdur. Bəli, eyni zamanda əhl-i sünnə alimlərindən İbn Əbi Şeybə Buxarinin ustadı olub, Əhməd Həmbəli, Tirmizi, İbn Cüreyr, Təbərani, Hakim Nişapuri və səhih
bildirdikləri hədisdə Ənəs ibn Malikdən ki, səhabə idi, Ənəs ibn Malikdən nəql edirlər. Peyğəmbər sallallahu aleyhi və aleyhi bu ayə nazil olandan sonra 6 ay Fatimə salamullah aleyhanın qızı Fatimənin qapısından keçib gedəndə, sübh namazına gedəndə qalardı o qapının qarşısında və deyərdi: "Əs-səlah, namazdır ey əhl-i beyt, ya əhləl beyt, əs-səlah." Peyğəmbər əleyhissalam sanki bəli bəyan eləyərdi, hamıya başa salardı ki, əhl-i beyt deyəndə mənim əhl-i beytim bunlardır. Allah Teala ki, ayə nazil edib əhl-i beytin paklığına, həmən əhl-i beyt bu evdir. Ki 6 ay Peyğəmbər əleyhissalam məhz Fatimə salamullah aleyhanın qapısında qalıb və onları namaza səsləyər, deyərdi ki, ey əhl-i beyt. Bəs dəyərli bacı qardaşlarım, Həzrət Peyğəmbər əleyhissalam ki, əhl-i beyt deyəndə zövcələrin qapısında bunu eləməyibdir. Əhl-i beyt deyəndə məhz xanım Fatimə Zəhra salamullah aleyhanın qapısında, yəni Fatimə, Əli, Həsən və Hüseyin, Allahın salamı olsun onlara, bəyan edib ki, bu ayə Təthir ayəsi bunların xüsusunda nazil olubdur. Və eyni zamanda Əhl-i-Sünnə qardaşların kitabından Əbu Səid Xidri ki, səhabə dəxəltü mə ummi ələ Ayşə, mən anamla birgə Peyğəmbər əleyhissalamın ki, zövcəsi olan Ayşənin evinə getdim, daxil oldum. Bəli, anam ondan bir neçə şey sual etdi, soruşdu. Biri buydu ki, anam soruşdu, necə oldu ki, sən Cəməl günü, Cəməl müharibəsi, Həzrət Peyğəmbər əleyhissalamdan sonra, Peyğəmbər Əkrəm rehlət buyurandan sonra ki, hansı ki, və qarnə fi buyutikunne və la təbərrəznə təbərrücəl cahiliyyətil ula. Qur'an-ı Kerimdə ayə var ki, evlərinizdə qərar tutun ki, cahiliyyət dönəmindəki, o cahiliyyət dönəminin xanımları kimi küçə bazarlara, çölə çıxmayın. Necə oldu ki, bəs Cəməl günü sən Mədinədən Bəsrəyə ki, bəs gəldin, cavab verdi. İnnehu kana qədərən minəllah. Bu Allahın bir qəzabı qədəri idi. Nə oldu? Yəni Həzrət Əli əleyhissalamla müharibəyə getməyini belə cavablandırdı. Atdı, bir qəzabı qədərdir. Oldu. Sonra anam Əli barəsində ondan soruşdu. Fəqalət. Ayşə cavab verdi. Məndən o kəsi soruşursan ki, ən əhəbbin nas kana ilə Resulillah sallallahu aleyhi və Peyğəmbərə ən sevimli insan barəsində soruşursan. Peyğəmbər əleyhissalam, yəni onu çox sevərdi, Əlini çox sevərdi. Və elə bir kəsi soruşursan ki, məndən Peyğəmbərin ən çox sevdiyi, əziz bildiyi, yəni qızı Fatimə Zəhra salamullah aleyhanın əri barəsində soruşursan. Ləqəd rəəytu Əliyyən və Fatimətə və Həsənən və Hüseynən əleyhissalam. Ayşə deyir, mən özüm gördüm ki, Əlini, Fatiməni, Həsəni və Hüseyni cəməə Resulullah sallallahu aleyhi və aleyhi bir sovbin aleyhim. Onları bir sov, bir paltara, yəni bir əbaya, onları cəm elədi. Sonra dua elədi Peyğəmbər əleyhissalam ki, Allahümmə haulay əhl-i beyti ham. Fəəzhib ənhumur rizq və təhhirhum təthira. Allah, bunlardır mənim əhl-i beytim. Bunları pakizə qərar verginən, bütün çirkinlikləri bunlardan uzaq etginən. Ayşə deyir, qultu ya Resulallah, ənəm min əhlik. Dedim, ey Peyğəmbər, mən də sənin əhlündənəm, mən də əhl-i beytdənəm, dedi, xeyr. Əhl-i beyt bu əbanın altına, yəni Peyğəmbər əleyhissalamın cəm etdikləridir. Dəyərli bacı qardaşlarım, növbəti verilişlərdə görüşmək ümidi ilə sizləri Allaha tapşırıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkət.